Salam dəyərli həmkarlar. Mən bu gün sizə izah edəcəm 6-cı sinifin 18-ci mövzusunu. 18-ci mövzumuz mexanikiləşdirilmiş mətbəx avadanlığının quruluş və iş prinsipidir. Ən geniş yayılmış mətbəx avadanlıqlarımız gəlin görək hansılardır. Ən geniş yayılmış mətbəx avadanlıqları mexaniki və yaxud da elektrik ət çəkən maşını, qəhvəüydən, blender və s. bunlar aiddir. Əvvəlcə gəlin mən sizə ət çəkən maşından danışım. Ət çəkən maşının deməli Karl Dres tərəfindən icad olunmuşdur. Deməli 19-cu əsrdə. Elektrik və yaxud da digər mexaniki ət çəkən maşın bildiyimiz kimi hər zaman istifadə etdiyimiz mətbəx avadanlığıdır və gəlin indi elektrik ət çəkən maşından mexaniki ət çəkən maşının fərqini sizə izah edim. Elektrik ət çəkən maşınında deməli əti daha tez xırdalayır, vaxta qənaət edir. Daha sonra elektrik ət çəkən maşını damarların öhdəsində məharətlə gəlir. Mexaniki ət çəkən maşında necə olur bəs? Mexaniki ət çəkən maşında damarlar deməli əl gücü sərf olunduğuna görə damarlar bıçağa dolaşır və biz deməli bıçağı hər dəfə açıb bıçağı təmizləməliyik. Deməli ət çəkən maşını elektrik ət çəkən maşını uzun boğazla təchiz edilib ki, bu da əllərin şinikə düşməməsinə kömək edir və ət qəbul edicisindən deməli ət qəbul edicisindən ət daxil olur şinikə. Şinikli val vasitəsilə bıçaqdan keçib tora sıxılır və tordan xaric olunur. Texniki elementin əsas hissəsi də bıçaqdır və yaxud da ət çəkən maşının əsas hissəsi bıçaqdır. Yəni bıçaq olmasa, şinik nə qədər irəli ötürsə də, tora nə qədər sıxsa da nə olur? Deməli işi yerinə yetirmək mümkün olmaz. Ona görə də elektrik və yaxud da elə ət çəkən maşının və yaxud da texniki elementin də deyilə bilər. Əsas hissəsi bıçağıdır. Daha sonra daha tez xırdalayır elektrik ət çəkən maşını ərzaqları və müxtəlif ucluqlar var ki, bunlarla başqa işlərdə yerinə yetirmək mümkündür. Daha sonra elektrik ət çəkən maşının mexaniki ət çəkən maşındakı dəstəyi elektrik ət çəkən maşında mühərrik əvəz edir. Mühərrik vasitəsilə, elektrik mühərriki vasitəsilə iş icra olunur. Daha sonra və hissələr var ki, burada elektrik ət çəkən maşının hissələri mühərriki olan gövdədir. 7 hissədən ibarətdir. Mühərriki olan gövdə, daha sonra ət qəbul edicisi, ət qəbul edicisinin üzərində novu, daha sonra şinikli val, bıçağı, toru, bir də bərkidici qapaq var ki, hansı ki tordur, bıçaqdır, nə bilim şinikli valdır. Bunların hamısını bərkidib bir yerdə saxlama işini icra edir. Daha sonra İndi isə keçirik digər mətbəx avadanlıqlarına. Qəhvəüydəndən danışaq biraz da. Qəhvəüydənlər qəhvə dənəciklərini üyütmək üçün istifadə olunan qurğudur. Əl və elektrik qəhvəüydənlərindən məişətdə istifadə olunur və qəhvəüydənin seçilməsi onun fəaliyyəti prinsipindən başlayır. Əl gücü və dəyirman daşı köməyi ilə, yəni mexaniki qəhvəüydənlər əl gücü və dəyirman daşı köməyi ilə deməli işi icra edir. Dəyirman daşlı nə idi? Qəhvəüydənlər gücünə görə fərqlənir, yəni güclüdür. Ancaq bıçaqlı qəhvəüydənlər isə sürətinə görə fərqlənir. Dəyirman daşlarının daşı həm silindir şəkilli, həm də konus şəkilli olur. Bıçaqlı qəhvəüydənlərdə amma deməli bir dəqiqə onun yerini tapım. Bıçaqlı qəhvəüydənlərdə bıçağı silindir şəkillidir. Amma dəyirman daşlı qəhvəüydənlərdə həm konus, həm silindir şəkillidir. Deməli, dəyirman daşlı
deməli, qəhvə üyüdənlərində daşı paslanmayan polad və titan örtüklü metal ərintilərindən ibarət olur. Dəyirman daşlı qəhvə üyüdənlər dadına görə digərlərindən fərqlənir və dəyirman daşlı qəhvə üyüdənlər deməli sürəti daha az olduğuna görə qəhvə dənəcikləri qızmır, istiyə məruz qalmır. Buna görə də acı dad, yanıq tamı vermir. Ona görə də ağız dadı güclü olan insanlar, yəni ekspertlərə dediyinə görə deməli əl qəhvə üyüdəndə, yəni dəyirman daşlı qəhvə üyüdəndə üyüdülən qəhvənin dadı daha gözəl olur və ətri daha gözəl olur. Dəyirman daşlı qəhvə üyüdənlərin deməli əl qəhvə üyüdənin quruluşu var burada. Bu dəyirman daşlardır. Bu iki dənə kənarda gördüyünüz dəyirman daşlardır. Deməli bu dəstəkdir. Bu kənarda gördüyünüz bu kənardakılar gövdə adlanır. Yəni bu gövdəsidir. Bu gövdəsidir. Yəni əslində bu sxemidir bunun. İçərisi, yəni içərisini göstərmək üçün sxemi, quruluş sxemini göstəriblər. Daha sonra bir də üyütməni tənzimləmək üçün vintdir. Həmin bu vinti sıxmaqla biz bu deməli konus şəkilli dəyirman daşını irəli və yaxud da irəli və yaxud da geri edərək dəyirman daşının bir-birindən uzaqlaşdıra və dəyirman daşlarını bir-birinə sıxa bilirik. Deməli, məsafə nə qədər az olsa, o qədər də narın dənəciklər üyüdülər. Ümid edirəm ki, burada anlaşılmayacaq bir şey qalmadı.